Heç yolunuzu balaca, amma sehirli bir şəhərə salmısınız? Bu şəhər elə bil nağıl kitabından çıxıb. Əsrlərlə toxunulmamış dar küçələri, rəngbərəng evləri və orta əsrlərə xas ab-havası ilə sizi başqa bir dövrə aparır. Söhbət Çexiyanın cənubunda yerləşən kiçik və sehirli bir şəhərdən, Český Krumlovdan gedir. 13-cü əsrdən bu günə kimi öz ruhunu qoruyub saxlayan bu yer təkcə gözəlliyi ilə yox, həm də tarixi ilə valehdir. Şəhərin qəlbində ucalan Krumlov qalası isə təkcə mənzərəni tamamlamır. O, Çexiyadakı ən böyük qəsrlərdən biridir. Bu video boyunca birlikdə bu unikal şəhəri addım-addım kəşf edəcəyik. Hazırsınızsa, başlayaq. Dar küçələrin birində qarşımıza çıxan antik dükan bizi uşaqlığımıza apardı. İçəri girən kimi nostalji bir havaya büründük. Rəflərin üstündə o qədər maraqlı, qəribə əşyalar vardı ki, köhnə ağır ütü nənəmgilin evini xatırlatdı. Biraz kənarda çevirməli ev telefonu vardı. O vaxtlar zəng vurmaq üçün rəqəmləri tək-tək çevirmək lazım idi. Bu, həm səbir tələb edirdi, həm də bir növ əyləncə idi. Və əlbəttə qədimi bir kofe maşını. Bəlkə də illər əvvəl bir ailənin səhəri bu maşının səsi və qoxusu ilə başlayıb. Český Krumlov qalasının qülləsi şəhərin ən tanınmış və ən yüksək nöqtələrindən biridir. Zirvəsinə qalxanda qarşınıza elə bir mənzərə açılır ki, nəfəs almağı unudursuz. Aşağıda Vltava çayı öz əyri axını ilə şəhəri qucaqlayır. Dar küçələr, rəngli damlar isə sanki bir nağıl kitabının səhifəsindən çıxıb. Qülləyə və muzeyə giriş üçün bilet 48 lotaya idi. Qala daxilində yerləşən muzeydə qədim dövrlərdən qalmış silahlar, zərif bəzək əşyaları və o dövrün gündəlik həyatını əks etdirən məişət əşyaları sərgilənir. Muzeyin içində gəzərkən sanki zamanın içində addımlayırsınız. Divarlardakı rəsmlər, vitrindəki əşyalar sizi əsrlər əvvələ aparır. Burada sadəcə bir yerə baxmırsınız, hiss edirsiniz, xatırlayırsınız, təsəvvür edirsiniz. Qalanın yanında bir restoranda oturduq və bir Azərbaycanlı bəy bizi salamladı. Menyuda plov var, quzu plovu, toyuqlu plov, saç var. Biz də onları saç sifariş elədik. Český Krumlov Avropanın ən gözəl və yaxşı qorunmuş şəhərlərindən biridir. Burada gəzərkən heç bir yerə tələsmək mümkün deyil. Küçələr səssizcə səni öz axarına salır. Český Krumlovu tərk etməmişdən öncə yaşıl parklarda biraz daha gəzib, təmiz havadan, yaşıllıqdan zövq almaq istədik. Bütün gün gəzib yorulsaq da, alma ağaclarının altından keçərkən hər addımda təbiətin sakitliyi yorğunluğumuzu unutdururdu. İndi isə Český Krumlovla vidalaşmağın vaxtıdır. Bura Praqadan Regiojet və ya Flixbusla uyğun qiymətə və rahat şəkildə gəlmək mümkündür. Yolda yaşıl təbiət, açıq sahələr və təravətli havası ilə gözəl mənzərələr bizə yoldaşlıq edir. Český Krumlovdan ayrılmaq çətin olsa da, Ostravanı kəşf etmək üçün həyəcanla geri dönürük.